Antibiotiklər bakterial infeksiya yarandığı halda həkim tərəfindən təyin olunmalıdır. Boğaz ağrısı, qızdırma halları yarandığı zaman bunun böyük əksəriyyəti virus mənşəlidir. Yəni antibiotiklərin təyinatı, istifadəsi doğru deyil. Çünki antibiotiklər bakteriyaları öldürən bir dərman preparatlarıdır. Viruslara qarşı isə əksinə faydadan çox zərər verər. Antibiotiklərin hətta çox bəsit bir bakterial infeksiyalarda venadaxili antibiotika gərək duymadan biz sadəcə olaraq tabletka şəklində bunların təyin olması da yetərli ola bilər. İynə vurulmadan əvvəl xəstənin nəyə allergiyası olduğunu öyrənmək lazımdır. Bəzən allergiya xəstəsinə iynə vurulan zaman dərhal bronxlar qapanır və xəstəni xilas etmək mümkün olmur. Mütəxəssislər bildirir ki, antibiotiklərin həkim təyinatı olmadan istifadəsinə tez-tez rast gəlinir. Bu dərman preparatlarını xəstənin yaxınları, həkim olmayan şəxslər vurmalı deyil. Ev şəraitində antibiotiklərin birbaşa vena daxili və yaxud əzələ daxili təyin olunması doğru sayılmır. Ev şəraitində vena daxili və yaxud da əzələ daxili antibiotiklərdən sonra insanların vəziyyətinin ağırlaşması, ev şəraitində allergik reaksiyaların yaranması hallarını tez-tez müşahidə edirik biz. Bu reaksiyaların bəziləri də hətta ölümə qədər gətirib çıxarda bilər. Ona görə də ev şəraitində antibiotiklərin vena daxili və yaxud da intramuskülər əzələ daxili təyin olması qəbul edilən hal deyil.